Bugün xalamgilə qonaq gəlmişik. Xalamgili yeni xaricdən gəliblər və özləri ilə birlikdə belə fərqli şeylər gətiriblər. İndi isə gəlin sizlərlə birlikdə baxaq. 2 dənə belə maple şurupu vardı. Maple şurupunu mən daha öncələrdə çizgi film və filmlərdə görürdüm. Çox məşhur bir siropdur. Bu nədir? Demək, Amerika və Kanada bölgəsində, Quebec bölgəsində belə maple ağacları olur. Həmin ağaca kəsik atırlar, oradan axan şirəni qaynadırlar və daha sonra belə maple sirop olur. Çox gözəl karamel rəngindədir. Buna ağcaqayın siropu, şəkər ağacı da deyirlər. İndi isə gəlin bunun dadına baxaq. 2 dənə belə siropdur. Bir dənə də belə maple tea-dir. Bu da maple siropdur. İkisi də eynidir. İndi isə gəlin dadına baxaq. Demək, bunu açdım. Bunu açmaq asandır. Demək, baxaq rənginə. Çox gözəldir. Baxın, belə axışqandır. İndi isə dadına baxaq. Dadı çox fərqlidir. Karamel dadına vardı. Yəni əsl karamel dadına bənzər bir daddır, amma əlbəttə ki, xüsusi bir aroması da var. Mən çox bəyəndim bu arada.